Arkadaşlar salamlar. Bugün 21 fevraldır və ümid edirəm ki, mənim bu videomdan sonra siz artıq daha da motivasiyalı bir şəkildə hədəfləriniz üçün çalışmış olacaqsınız və vaxt itirmədən mən videonun əsas mövzusuna keçmək istəyirəm. Biraz düşünməyinizi istəyirəm. Bir su damcısı ilk dəfə qayaya toxunduqda bu qayada heç bir dəyişiklik baş vermir. Amma bir müddətdən sonra isə bu kiçik su damcıları eyni anda hər gün davamlı şəkildə bu qayaya toxunduqda artıq o qayada yavaş-yavaş su damcılarının izi qalmağa başlayır. Və artıq uzun bir müddətdən sonra isə bu kiçik su damcıları artıq bu qayanı parçalamağa başlayır. Və siz də qarşınıza hədəf qoyduqdan sonra məqsədləriniz üçün hər gün kiçik-kiçik addımlar ataraq həqiqətən də həmin o məqsədlərinizi reallaşdıra bilərsiniz. Və siz də hər gün 1% inkişaf eləyərək sizin üçün böyük kimi görsənən məqsədlərinizi hər gün davamlı şəkildə çalışaraq reallaşdırmağınız mümkündür. Sizin üçün 5 dəqiqə kitab oxumaq kiçik bir vərdiş kimi görsənə bilər və yaxud da 10 dəqiqə idman etmək də belə sizin üçün kiçik bir addım kimi görsənə bilər. Amma siz hər gün bu vərdişləri davamlı şəkildə davam etdirdikdən sonra artıq sizdə böyük dəyişikliklər yol açılmış olacaq və siz də hər gün 1% inkişaf eləyərək məqsədlərinizi reallaşdırıb bu məqsədlərdən sonra isə qarşınıza yeni hədəflər qoyub, o hədəfləri də reallaşdırmaq üçün hər gün davamlı şəkildə addım ata bilərsiniz. Və unutmayın ki, heç kim bir gün ərzində məqsədlərini reallaşdırmır. Heç kim bir gün ərzində istədiyi məqsədlərə çata bilmir. Bu, hər gün davamlı şəkildə atdığınız addımlar nəticəsində yaranan bir şeydir. Siz hər gün eyni prosesi davamlı şəkildə davam etdirdikdə, yəni hər gün bir addım atdıqda, növbəti addımı atmaq üçün sizin üçün yol açılmış olur. Çünki siz bir vərdişi hər gün təkrar etdikdən sonra artıq bu vərdiş sizin üçün çox asan bir vərdiş halına keçmiş olur və siz bunu hər gün asan bir şəkildə davam etdirdikdən sonra siz artıq istədiyiniz o xəyalları reallaşdırmaq üçün özünüz üçün bir yol açmış olursunuz. Ona görə də sizə buradan xəbərdarlıq etmək istəyirəm ki, sizə buradan bunu söyləmək istəyirəm ki, artıq bir vərdişi seçib, bu vərdişi hər gün davam etdirib, istədiyiniz məqsədlərə çatmağınız üçün hər gün davamlı şəkildə addım atmağınız lazımdır. Və sizə bunu söyləmək istəyirəm ki, beynimiz bir şeyi hər gün təkrar etdikdən sonra onu adi bir hala çevrilmiş olur. Və məqsədi olan bir insan hər gün eyni hərəkət davamlı şəkildə etdikdən sonra artıq bu hərəkət onun üçün çox asan bir vərdiş halına keçmiş olur. Və hər gün o insan bu vərdişi hər gün təkrar etdikdən sonra isə o artıq yavaş-yavaş nəticə əldə etmiş olur. Və hər gün bunu təkrar eləyərək istədiyi uğurlara çatmış olur. Və sizə də bunu söyləmək istəyirəm ki, təkrarlıq etmək əslində bir insana həqiqətən də böyük bir güc qazandırmış olur. Və bu güc isə bir insanın uğur qazanmasına yol açmış olur. Siz hər gün motivasiyalı olmaya bilərsiniz. Bu tam normal bir şeydir və mən özüm də hər gün motivasiyalı olmaya bilirəm. Amma yenə də hər gün bu etdiyim hərəkətləri hər gün davamlı şəkildə eləyərək, yəni motivasiyam olsa da, olmasa da, hər gün bunu davamlı şəkildə eləyərək artıq bunu asan bir vərdiş halına keçirmiş oluram və hər gün bunu təkrar eləyərək istədiyim nəticələri də əldə etmiş oluram. Və siz də əgər ki, həqiqətən də əsl məqsədyönlü bir insansınızsa, bir vərdiş seçin və o vərdişi hər gün təkrar eləyərək bunu asan bir vərdiş halına gətirmiş olun. Və siz bunu görəcəksiniz ki, yəni bir hərəkəti asan bir vərdiş halına gətirdikdən sonra siz görəcəksiniz ki, artıq siz yavaş-yavaş bu etdiyiniz hərəkətdən bir nəticə əldə etmiş olursunuz. Və indi isə mən sizə bir söz söyləmək istəyirəm və ümid edirəm ki, bu sözdən sonra həqiqətən də siz bu sözdən bir nəticə çıxardıb, yəni bu sözün mənasını başa düşüb, artıq siz hərəkətə keçmiş olacaqsınız. Hər gün yeni bir vərdiş etmək əvəzinə bir vərdişi seçib onu hər gün təkrar etməyə çalışın. Bu sözdən də siz bir nəticəyə gəlmiş olursunuz ki, hər gün yeni bir bacarığı, yeni bir işi cəhd etmək istəsəniz, bu hərəkətdə təbii ki, bir gün ərzində nəticə əldə etmiş olmayacaqsınız. Amma siz bir vərdiş seçsəniz, yəni bir hərəkəti seçsəniz və siz bunu 1, 2, 3 ay davam etdirsəniz, artıq bu hərəkət sizin üçün çox asan bir vərdiş halına gəlmiş olacaq. Və siz bu vərdişdən sonra, yəni 2-3 ay bu vərdişi davam etdikdən sonra artıq siz bu vərdişdən sonra bir nəticə əldə etmiş olacaqsınız. Amma siz hər gün yeni bir vərdişi təkrar eləməyə çalışsanız, siz təbii ki, buradan bir nəticə əldə etmiş olmayacaqsınız
və içinizdəki bu potensial enerji hara yönələcəyini bilməyəcək. Yəni içinizdəki bu diqqət, bu fokus hara yönələcəyini bilməyəcək və nəticədə siz nəticə əldə etmiş olmayacaqsınız. Və siz nəticə əldə etmiş olmadığınıza görə də sizin içinizdəki motivasiya yavaş-yavaş günbəgün azalmış olacaq. Və ona görə də sizə buradan söyləmək istəyirəm ki, siz sadəcə bir sahəyə fokuslanın, yəni bir vərdişi seçin və onu hər gün davam etdirməyə çalışın. Və görəcəksiniz ki, həqiqətən də bir vərdişi seçib ona hər gün davam etdirməyə çalışsanız, buradan bir nəticə əldə etmiş olacaqsınız. İnsanlar çox vaxt bir gün ərzində böyük bir nəticə qazanmaq istəyirlər, amma bunu bilmirlər ki, böyük bir nəticə qazanmaq çox uzun bir prosesdir. Yəni sizin bildiyiniz kimi böyük bir uğur qazanmaq üçün hər gün 1% inkişaf etmək lazımdır. Bu gün 1% inkişaf edirsiniz, sabah yenə də 1% inkişaf edirsiniz, bir həftə sonra yenə də 1% inkişaf etmək üçün hər gün çalışırsınız və siz bir ildən sonra artıq 365% inkişaf etmiş olacaqsınız. Bu 365% isə sizin hər gün 1% daha da yaxşılaşmanızın nəticəsində yaranan bir şeydir. Və siz bu bir il ərzindən sonra artıq 365% yaxşılaşmış olacaqsınız və siz bu bir il ərzindən sonra isə siz bir vərdişdən artıq yavaş-yavaş nəticə əldə etmiş olacaqsınız və siz bu nəticələrdən istifadə edib istədiyiniz uğura çatmanız üçün bu nəticələrdən istifadə edib daha da istədiyiniz uğurlara çatmış olacaqsınız. Və sizə bunu söyləmək istəyirəm ki, sizin uğur qazanmanız, yəni sizin istədiyiniz o hədəflərə çatmanız 3-4 il və yoxud da 1-2 il çəkə bilər. Və siz bu 1-2 il ərzində hər gün dayanmadan 1% inkişaf etməyə başlamalısınız. Bugün 1%, sabah 1%, bir il ərzində isə artıq siz 365% inkişaf etmiş olacaqsınız. Və siz buradan qazandığınız nəticələrdən istifadə edib istədiyiniz uğura çatmış olacaqsınız. Və siz əgər ki, hədəflərinizi reallaşdırmaq üçün hər gün çalışırsınızsa, siz təbii ki, bəzi vaxtlar təbii ki, geri düşmüş olacaqsınız, bəzən uğursuz olmuş olacaqsınız, bəzən yorulacaqsınız, bəzən isə həqiqətən də motivasiyanız çox aşağıda olmuş olacaq. Amma əsl fərq məhz burada yaranır. Siz düşdüyünüz anda belə yenə də qalxmaq üçün hər gün çalışırsınızsa, siz həqiqətən də digər bəzi yaşlarınızdan həqiqətən də çox fərqlisiniz və siz həqiqətən də ilk uğursuzluqdan sonra hələ də yenə də hədəfləriniz üçün hər gün çalışırsınızsa, sizdə artıq həqiqətən də əsl inkişaf baş vermiş olacaq. Siz hər gün 1% inkişaf eləyərək istədiyiniz hədəflərə çatmanız üçün hər gün çalışırsınız və bu da sizə həqiqətən də bir müddətdən sonra isə sizə nəticə vermiş olacaq və siz bu nəticələrdən istifadə edib sizin üçün həqiqətən də böyük bir motivasiya yaratmış olacaq. Ona görə də sizə buradan söyləmək istəyirəm ki, siz əgər ki, ilk uğursuzluqda belə yerə düşürsünüzsə və oradan qalxmaq üçün heç bir çaba göstərmirsinizsə, siz əslində həqiqətən də siz hər gün çalışıb yenə də bu çuxurdan, yəni bu uğursuzluqdan yenə dərs çıxardıb hər gün qarşıya baxıb hər gün addım ata bilərsiniz. Hər gün bir səhifə kitab oxumaq sənə daha bilik eləyir. Hər gün 10 dəqiqə məşq etmək isə səni daha güclü eləyir. Hər gün hədəflərin üçün bir addım atmaq isə səni məqsədlərinə doğru yönləndirir. Və sizin bildiyiniz kimi həqiqətən də böyük bir uğurlara imza atmaq üçün hər gün addım atmaq lazımdır. Və siz hər gün addım atdıqdan sonra isə bu nəticələrdən istifadə edib özünüz üçün böyük bir motivasiya mənbəyi yaratmış olursunuz. Və siz bu motivasiyadan istifadə edib artıq yeni vərdişlərə, yeni məqsədlərə çatmanız üçün hər gün çalışmış olursunuz. Yəni bu təkrarlanan bir proses halına gəlmiş olur. Siz bir vərdişi seçdikdən sonra isə bunu hər gün davam etdirərək buna asan, amma böyük bir təsir yaradan bir vərdiş halına çevirmiş olursunuz. Və yenə söylədiyim kimi, bu 5 dəqiqə kitab oxumaq və yoxud da 1 saatlıq idman etmək sizin üçün kiçik kimi görsənə bilər. Amma bu kiçik addımlar həqiqətən də sizin istədiyiniz insana çevrilməniz üçün bir yol açmış olur. Və sizə bunu söyləmək istəyirəm ki, siz hər gün gündəlik təkrar eləyərək istədiyiniz hədəflərə çata bilərsiniz. Sağ olun, özünüzə yaxşı baxın, gələcək videolarda isə görüşmək ümidi ilə.